Deməli, bugün Masallı İmtahan Mərkəzinin keçirdiyi sınavın qrammatikasını, 10 qrammatikasını izah edirəm. Hansı cümlədə mənsubiyyət şəkilçisi qəbul etmiş söz təsrirlik haldadır? Burada cavab B variantıdır. İsmail dağlardan qır çiçəklərini yığırdı. Çiçəkləri mənsubiyyət şəkilçisidir. Deməli, bu söz çiçəkləri sözü çiçəklərini olacaq. Onu yığırdı. Həmin söz onu ilə əvəzləyə biliriksə, deməli, təsrirlik haldadır. Çiçəkləri sözü oldu. Qeyri-müəyyən təsrirlik halda. Deməli, cavab 27-də B variantı. İkinci sual. Hansı söz kar samitdə bitmir deyir? Pələng sözü K ilə bitir, pələng kar samitdə bitir, amma məskən sözü cingirtli samitdə bitir. Deməli, bu düzgün cavabdır. Sonra şəfəq K-dir, şəfəq, ləçəx X-dir, qanat T ilə bitir. Deməli, üçüncü sual, yəni 29-cu sual. Hansı sözlərin yarışı səhvdir? Notebook yox, notebook yox, notebook. Deməli, 2 səhvdir. Səbr yox, səbir olacaq. Üfüq yox, üfüq olacaq. Üfüq olacaq. Deməli, 2, 4, 5 cavab A variantı düz yazılıb. Deməli, 29-da A variantı. 30-cu suala baxırıq. Hansı cərgədə antonim cütlüklər verilib? Yağlı, yağsız, kökləri eyni olduğu üçün bu antonim şəkilçilər olsa belə antonimi sayılmır. B variantı şad, qəmli. Burada iki cavab var. Şad və qəmli. Bunu antonim götürə bilərik. Və C variantı işıq, qaranlıq. Bunu da götürə bilərik. 2 variant götürmək olar burada. Çi, bişməmiş, fərqli nisk hissəsi olduğu üçün götürmürük. İxtira, kəşf etmək eyni məna verir. Sinonim kimi, yəni yaxın mənalı söz kimi bunu götürə bilərik. Amma bizə antonim istəyir. 30-da B və C variantını götürmək daha doğru olardı. Sonra 31-ci sual. Hansı cümlədə həm düzəltmə, həm də mürəkkəb isim işlənib? Deməli, burada elə D variantı düzdür. Qarabağ mürəkkəb isimdir. Azadlıq isə düzəltmə isimdir. Deməli, 31-də D variantı. Sonra keçirik 32-ci sualda. Cədvəl əslən səhvləri istəyir. Sualı diqqətlə oxumaq lazımdır. Səhvləri istəyir, düzləri yox. Elmlə, elmdən, hüzünlü, hüzünlü kimi tələffüz olunur. İndi baxaq. 1. Saitlə başlayıb, samitlə bitir. Düzdür bu. 2-yə baxırıq. Səhvi istəyirdi bizdən. Yazışı və tələffüzü arasında fərq yalnız saitlə bağlıdır. Xeyr, elmlə samit artırıldı. Deməli, bu 2 səhvdir. Sonra 3. Tərkibində 3 qapalı sait işlənib. Bu düzdür. Hüzünlü, hüzünlü. 4-ə baxırıq. Tərkibi